Ay mama, ay ata, uğrama, hozu. Bəs uğursuzluq olsa necə? Hozu filmlərinin heç birində uğursuzluq olmadı. Və biz Hozu xanı risk elədik. 300 minə yaxın pul qoyduq Hozu xan filminə. Montajdan yalandan səs qoyuruq, hadi getdi. Filmə nə qədər büdcə ayrılıbsa, bir o qədər də ən azı PR-na ayrılır. O büdcəmiz yoxdur ki, 2 dənə maşın toqquşduraq. Çox vaxt müqayisə eləyirlər. Bax, Türkiyənin Rəcəb İvediyi var, bizim Hozu var. Heç kimin yanında hörməti yoxdur. Ciddi deyirəm. Söyüşün bir köpük. Ay Məcid, niyə bir dənə belə maraqlı, belə yaxşı kino çəkmirsiniz? Aha. İndi tamaşaçı səndən həqiqi gülüş istəyir. Hozunun xan olmağı filmi, tarixi filmlərimiz yoxdur deyə parodiya olaraq düşündünüz. Bunu deməyim, sonra qırğın düşəcək. Çünki ciddi tarixi filmlər çəkmək üçün daha böyük büdcələr tələb olunur. Bundan sonra heç kim yuxu görməsin. Yuxu görən boynu vurulacaq.